Mənim üçün fərqi yoxdur. Mən insanlara əlimi uzadıram, dəstəyimi edirəm. O insanlar o əldən tuta bilirlər, tutsunlar. Tuta bilmirlərsə bu mənim problemim deyil. Mən bu studiyada heç kimin arxasınca düşüb qaçmıram. Kim məndən uzaqlaşır və mən qaçım ondan. Kim mənə tərəf gəlirsə ona bir addım atıram. Kim məndən bir addım uzaqlaşırsa 10 addım geri çəkilirəm. Böyük ürəyinizə qurban olun. Və qəti şəkildə də bunun məyusluğunu, narahatlığını, əsəbini keçirmirəm. Çünki mənim üçün həyatda elə bir yaş dövrünə, elə bir zamana gəlib çıxmışam ki, öz yaşımın elə bir zamanına, elə bir məqamına gəlib yetişmişəm ki, mənim üçün o söhbətlər uşaq söhbətləridir. Topuğa qədər olan söhbətlərdir. Ki, mən onun dərdini çəkəm. Nə baş verdi, nə oldu? Mənim o qədər problemlərim, o qədər qayğılarım, o qədər işlərim var ki, bizimlə səndə onlardan biridir. Birincisi yox, biridir. Yəni, bu mənim üçün o qədər də önəmli olan şeylər deyil. Narahat olmayasınız onlardan. Çünki siz ora qayıtmayam. Azərbaycanımızın dəyərli oğlusunuz. Çox təşəkkür edirəm. Çox və minnətdaram. bizimlə sən bir fabrikdir də, yetişdirir, buraxır. Kim faydalanırsa Allah xeyir versin. Və hər halda mən heç nədən faydalanmamışam. Məndən bəhrələniblər hər zaman. Bəli, bəli. Gəlin belə eləyək. Ceyranla bağlı bəzi məsələləri birazdan aydınlaşdıracağıq. Görək nə